Hörmətli əzadarlar, bugünkü bu möhtəşəm birlik qarşısında baş əyirəm. Mən üç halı xatırlatmaq istəyirəm ki, bunu mən üç məqamda görürəm. Bir, İmam Hüseyin əleyhissalamın İslam uğrunda şəhidliyi, 20 yanvar şəhidlərinin istiqlalımız, azadlığımız uğrunda, bir də şəhidlərimizin işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda. Yəni, əgər onlar 90-cı illərdə olan şəhidlər üçün düşünmədən, gözlərin qırpmadan öz istəkli canlarını fəda elədilər, Allahın məqamına yüksəldilər. Biz də inşallah Allahın izni ilə, mən çox danışmayacağım, yəni belə deyək, bütün dinləyicilər adından elə hesab edirəm. Yəni 10 milyon adam olan şəhidlərimizin növbəsində şəhid olmağa hazırdır. Ey şəhidlər, mən sizə yetişməsəm qan ağlaram. Göz yaşımı mən sizə eylərəm, ehsan ağlaram. Sizə çox zinət vermiş Allah Quran ayəsində. Bunu sübut eyləmiş Ali İmran surəsində. Nə qədər durmamışam mən sizlərin cərgəsində, bu adın həsrəti ilə hər zaman heyran ağlaram. Ey şəhidlər, mən sizə yetişməsəm qan ağlaram. Göz yaşımı mən sizə eylərəm, ehsan ağlaram. Sizsiniz Allah ilə razı niyaz eyləyənlər. Kimlər? Şəhidlər. Sizsiniz Allah ilə razı niyazı eyləyənlər, Allahu Əkbər deyib dində cihad eyləyənlər. Ey qanla qüsül edib libasdan kəfən giyənlər. Yetsə müjdəniz mənə oxuyub Quran, ağlaram. Ey şəhidlər, mən sizə yetişməsəm qan ağlaram. Göz yaşımı mən sizə eylərəm, ehsan ağlaram. Kərbala şəhidləri hər zaman örnəkdir bizə. Kərbala şəhidləri hər zaman örnəkdir bizə. Ağamdır zinət verən həm təriqət dinimizə. Bu canım qurban olsun Əkbər ilə Əbəlfəzə. Həzrəti Qasım üçün didəsi giryan ağlaram. Ey şəhidlər, mən sizə yetişməsəm qan ağlaram. Göz yaşımı mən sizə eylərəm, ehsan ağlaram. Hüseyin məktəbinin mübarizlərdir sərvəri. Hüseyin məktəbinin mübarizlərdir sərvəri. Onlardır hər bir zaman din ilə vətən pərvəri. Bəxtiyar olsun sizə ey dinimin şəhidləri. Durmasam cərgənizdə olmasam, mehman ağlaram. Ey şəhidlər, mən sizə yetişməsəm qan ağlaram. Göz yaşımı mən sizə eylərəm, ehsan ağlaram. Sizə yetişmək üçün hər gün dua eylərəm. Puç olan devləti həm, sərvəti mən neyləyirəm. Namazda səcdə qılıb haqqa belə söyləyirəm. Görürsən olub mənə bu dünya zindan, ağlaram. Ey şəhidlər, mən sizə yetişməsəm qan ağlaram. Göz yaşımı mən sizə eylərəm, ehsan ağlaram. Yetər ki ey qənimət göz yaşı ehsan elədin. Yetər ki ey qənimət göz yaşı ehsan elədin. Şəhid olmaqlığı sən sidqi ürəkdən dilədin. Qəmli qüssəli olan qəlblərə ki nur silədin. Baba pünhan kimi ta gizlidə pünhan ağlaram. Ey şəhidlər, mən sizə yetişməsəm qan ağlaram. Göz yaşımı mən sizə eylərəm, ehsan ağlaram. Allahdan arzu edirəm, o şəhidlərimiz ki 90-cı ildə olan şəhidlərin qanını aldılar, bizə də qismət olsun, biz də bu şəhidlərin qanını alaq. Qazilərimizin qarşısında baş əyirəm, Allahdan
şəhidlərimizin valideynlərinə Həzrəti Əyyub, Həzrəti Davud, Həzrəti Zeynəb, Həzrəti Səkinə səbrinin inayət olunmasını diləyirəm. Allah razı olsun. Təşəkkür edirəm hər birinizə.